Yəni mən sırf peşəkar idmanda mən varım. Boks məşqçisiyəm və mənim də məqsədim siz bayaqları çox gözəl qeyd elədiniz. Azərbaycan idman ölkəsidir. Buradan təşəkkür edirəm ölkəmizin başçısı Ali Baş Komandan cənab İlham Əliyevə, idmana vaxtı ikən ulu öndərimiz Heydər Əliyev, Azərbaycanın qurucusu Heydər Əliyev həmişə deyirdi, kim ki idmana, idmançıya dəstək olur, o sanki mənə dəstək olur və onun davamçısı Qarabağımızı azad eləyən, özün bilirsən 100 illərdən sonra ilk sərkərdəçi Qarabağımızı torpağı geri qaytardı və buradan Ali Baş Komandana, idman ölkəsi kimi idmançılar adından, məşqçilər adından, bütün boks məşqçiləri adından təşəkkür edirəm cənab İlham Əliyevə və bizim idman nazirimiz Fərid Qayıbovun bizə diqqəti qayğısı yüksək formadadır və mənim bu əməklərimi mükafatlandırıb, tələbələrimin nəticələrinə görə əməyimi mükafatlandırıb. Fərid müəllimə Qayıbova təşəkkür edirəm. Məni Respublika Kompleks İdman Məktəbinə məşqçi təyin edib. Eyni zamanda bizim Respublika Kompleks İdman Məktəbinin rəhbəri Rüstəm Alimliyə və oranın bütün heyətinə təşəkkür edirəm ki, biz məşqçilərə dayaqdılar və biz məşqçilərin də məqsədi, siz bayaq dediyiniz kimi, sağlam gənclik, sağlam idmançılar, Azərbaycanın bayrağını dalğalandıran, Azərbaycan dövlətinə, millətinə xidmət edən çempionlar yetişdiririk. Mən sizi təqdim edəndə söylədim, Ramil Səfərov adına Cənub İdman Klubunun rəhbəri, Respublika Kompleks İdman Məktəbinin boks üzrə məşqçi müəllimi, kickboksingin VPK versiyası üzrə dünya mükafatçısı və Azərbaycan Respublikasının əməkdar məşqçisi. Sizi bax bu cür təqdim elədim. Əgər mən bu sizə söyləsəydim ki, Samir Həsənov, özünüzü təqdim edin, siz özünüzü necə təqdim edərdiniz? Mən özümü belə təqdim edərdim. Beyinlə fikirləşən, əməlləri ilə göstərən, Azərbaycanına, vətəninə, xalqına, millətinə sağlam gənclik, sağlam idmançılar, gələcəyin əskərlərini yetişdirən bir Azərbaycan vətəndaşı kimi təqdim edəsəz daha gözəl.